Fransanın Milli Assambleyası və Senatı yetkinlik yaşına çatmayanların sosial şəbəkələrin təhlükələrindən qorunması haqqında 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Eyni şəkildə Avropanın bir çox ölkəsində, eləcə də Azərbaycanda uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağaların qoyulması prosesi davam edir. Hazırda ölkəmizdə də qanun layihəsi parlament tərəfindən təsdiqlənib. Sözü gedən qadağalar uşaqların rəqəmsal təhlükəsizliyini qorumağa yönəlsə də, qanunun hansı formada icra ediləcəyi ilə bağlı müəyyən suallar yaranıb. Hüquq müdafiəçilərinin fikirlərinə əsasən, ölkəmizdə sosial şəbəkə platformalarının yerli nümayəndəliklərinin açılması təklif oluna bilər. Paralel olaraq, platformalar qeydiyyat zamanı bank kartları, mobil nömrə inteqrasiyası və ya rəqəmsal şəxsiyyət vəsiqəsi vasitəsilə istifadəçinin yaşını dəqiq təsdiqləməlidir. Məhz bu tərz hallarda uşaqların təhlükəsizliyi təmin edilə bilər. Onlar mən etmək ki, həqiqətən uşaqlar hesab açarkən onların 16 yaşlı və daha yuxarı yaşı olmuşdur, yoxsa yox. Bu etibarlı yoxlama proseslərini onlar həyata keçirməlidir. Bu prosesin həyata keçirməsi zamanı valideynin bank hesabından, şəxsiyyət vəsiqəsindən də istifadə oluna bilər, yoxlamaq üçün həqiqətən real yaş olmalı. Çünki bəzi hallarda daha aşağı yaşlarda hesab açmağa cəhdlər göstəriləcəkdir və yaxud da ki, yaşın 16 yaşdan və daha yuxarı olması göstərilə bilər. Bununla belə diqqətdə saxlanmalı bir məqam var ki, uşaqlar sosial şəbəkə ilə bağlı qadağaları valideynlərin və ya yaşca böyük digər şəxslərin köməyi ilə poza bilərlər. Ekspertlər bildirirlər ki, əgər valideynlər uşaqlarına sosial şəbəkəyə girişə şərait yaratsa, bunun qarşısını almaq olmayacaq. Odur ki, uşaqlarla yanaşı valideynlərə də sosial şəbəkələrin uşaqlar üzərində mənfi təsirləri barədə ətraflı məlumat verilməlidir və valideynlər özləri könüllü şəkildə uşaqlarını rəqəmsal təhlükələrdən qorumalıdır. Valideyn rəqəmsal təhlükələr barədə məlumatlı olmalı və məsuliyyətli davranmalıdır. Və üçüncüsü isə məktəblərdə və cəmiyyətdə uşaqların rəqəmsal təhlükəsizliyi ilə bağlı maarifləndirmə işinin gücləndirilməsidir. Hər şeydən əvvəl bu qanunun mahiyyəti məzmunu barədə valideynlər ilk növbədə təşviq olunmalıdır və eyni zamanda uşaqlar məlumat əldə etməlidirlər. Hansı hallarda sosial şəbəkələrdən asılılığı yarana bilər. Valideynlərə bu barədə geniş miqyaslı, belə deyək, onlar üçün maarifçi tədbirlər həyata keçirməlidirlər. Sosial şəbəkələrə uşaqların daxil olması ilə bağlı hazırlanan qadağalar yalnız bir məqsədə xidmət edir: gələcəyimiz olan uşaqların təhlükəsizliyini təmin etmək.